Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Üzeyir qarşısına qoyduğu hədəfə çatana qədər xeyli travma aldığını bildirib. Mən qarşıma qoyduğum məqsədə çatanda artıq travmalar almışdım. Acı da olsa etiraf edəcəyəm. Bu, bizim keçmiş televiziya proqramlarından başlayır. O vaxt məni aldadıb efirə çağırırdılar. 19-20 yaşım var idi, özümü böyük hesab edirdim. İndi başa düşürəm ki, çox gənc olmuşam. Onlar da bundan istifadə edirdilər. Yolda məni görən yaşlı adamlar deyirdilər ki, elə verilişlərə çıxman nə məcburdur axı. Amma başa sala bilmirdim ki, telefonda dəvət edəndə başqa cür danışırlar. Yaşım az idi, saf idim, düşünürdüm ki, bu boyda kişi, xanım məni aldatmaz. Sonra gördüm ki, aldatmağa meyilli insanlar da az deyil, belə bir hal var. Yeni bir iş yoldaşı gələndə insanların 90%-i onda mənfi bir şey axtarmağa çalışır. Lap sənət adamı gələndə də deyirlər ki, bu haradan çıxdı. Amma düşünürəm ki, biz həyatda gülə-gülə qarşıladığımız nə varsa, onları ağlaya-ağlaya yola salırıq. Bunu rişxənd mənasında yox, hər bir mənada deyirəm.